Listen to the passage and answer the questions. Mətni dinləyib suala cavab verin. It's the year 2050. 2050-ci ildir. Cities look very different now. Şəhərlər indi çox fərqli görünür. There are tall buildings with green trees on them. Üstündə yaşlı ağaclar olan hündür binalar var. People can change the view from their windows using an app. İnsanlar pəncərələrindən görünüşü bir tətbiq vasitəsilə dəyişə bilirlər. The rooms have perfect views. Otaqlarda mükəmməl mənzərələr var. If you don't like the view, you just click a button and it changes. Əgər bir mənzərəni bəyənmirsə, sadəcə bir düyməni klikləyirsiniz və o dəyişir. Everything looks real, so real, even if it's not. Hər şey gerçək kimi görünür, real olmasa belə. There are no traffic jams in the cities. Şəhərdə tıxac yoxdur. People don't drive cars. İnsanlar maşın sürmür. Flying robots move the cars. Uçan robotlar maşınları hərəkət etdirir. Car parks are in the air. Avtodayanacaqlar havadadır. People use bikes to go to school or work. İnsanlar məktəbə və işə getmək üçün velosipedlərdən istifadə edirlər. There are many green parks and trees everywhere. Hər yerdə bir çoxlu yaşıl parklar və ağaclar var. The city is very clean and quiet. Şəhər çox təmiz və sakitdir. Shopping is easy now. Alış-veriş indi çox asandır. People use apps to buy food and clothes. İnsanlar qida almaq və ya paltar almaq üçün tətbiqlərdən istifadə edirlər. Food comes to the door very fast. Yemək qapıya çox tez çatır. Robots help people with work. Robotlar insanlara işlərdə kömək edir. People work less and spend more time with family and friends. İnsanlar daha az işləyir və ailəsi, dostları ilə daha çox vaxt keçirirlər. Life is easy and better for everyone. Hər kəs üçün həyat daha asan və yaxşıdır. The passage is mainly about, mətn əsasən nə haqqındadır? How to use a shopping app. Alış-veriş tətbiqindən necə istifadə etməli? What cities are like in the future? Gələcəkdə şəhərlər nəyə bənzəyir? A story about a boy and his robot. Bir oğlan və onun robotu haqqındakı hekayə. Why people like bicycles? Nə üçün insanlar velosiped sevir? Doğru cavab B variantı. Which statements are true according to the passage? Mətnə uyğun olan düzgün fikirləri seçmək tələb olunur. People can change their window views with an app. İnsanlar pəncərə mənzərəsini tətbiqlə dəyişə bilirlər. There are car parks under the buildings. Binaların altında avtodayanacaqlar var, xeyr. People have no time for a family or friends. İnsanlar öz ailə və dostlarının ayıracaq vaxtları yoxdur, xeyr. Robots help people with their jobs. Robotlar insanları işlərində kömək edir. Doğru cavab 1-4 C variantı. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. In the future city people, gələcək şəhərdə insanlar spend more time with friends and family. Ailə dostları ilə daha çox vaxt keçirirlər. Bəli, drive their own cars on the roads. Yollarda öz maşınlarını sürürlər. Always shop at the supermarket. Həmişə supermarketlərdə alış-veriş edirlər. Don't have any jobs. Heç bir işləri yoxdur. Doğru cavab A variantı. Choose the correct answer to the question. Suala düzgün cavab verin. How do people buy food in the future city? Gələcək şəhərdə insanlar qidanı necə alırlar, ərzağı? They grow everything at home. Onlar hər şeyi evdə becərirlər, yetişdirirlər. They visit many shops every day. Onlar hər gün mağazalara gedirlər. They eat at school cafeterias only. Sadəcə məktəb yeməkxanasında yeyirlər. They use an app and food comes to their door. Onlar tətbiqdən istifadə edirlər və yemək qapıya gəlir. Doğru cavab D variantı. Write one adjective from the passage that characterizes the word view. View sözünü xarakterizə edən mətndən sifəti tapmaq tələb olunur.
View burada perfect views. Perfect bizim düzgün cavabımızdır. Read the passage, mətni oxuyub suallara cavab verməliyik. Leyla lives in a small village in Kenya. Leyla Kenya adlı ölkədə, yəni Kenyada kiçik bir kənddə yaşayır. Many people in her area didn't have clean drinking water and children often got sick from dirty water. Onun yaşadığı ərazidə bir çox insan təmiz içməli suyu yox idi və uşaqlar tez-tez çirkli sudan xəstələnirdilər. When she was 14, Leyla saw how serious the problem was and decided to take action. Leyla 14 yaşında olanda problemin nə qədər ciddi olduğunu görür və hərəkətə keçməyə qərar verdi. She spoke to her teachers and community leaders about building a water system. O, müəllimləri və icma rəhbərləri ilə danışaraq su sistemi qurmağı təklif eləyir. With the help of her school and some local workers, Leyla started a project called Fresh Water for All. Məktəbinin bəzi yerli işçilərin köməyi ilə Leyla hamı üçün təmiz su adlı layihəyə başladı. Together they built a large water tank near the village. Birlikdə kəndin yaxınlığında böyük bir su çəni tikdilər. Now over 300 people come each day to get clean water. İndi hər gün 300-dən çox insan təmiz su almaq üçün ora gəlir. Leyla also visits nearby schools to teach children about the importance of washing hands and drinking clean water. Leyla yaxınlıqdakı məktəblərə də baş çəkir və uşaqlara əllərinin yuyulmasını və təmiz su içməyin vacibliyini öyrədir. Her work has made a big difference. Onun işi böyük dəyişiklik yaradıb. In 2023, Leyla received the National Young Hero Award. 2023-cü ildə Leyla milli gənc qəhrəman mükafatını aldı. She says her next goal is to help 5 more villages. O deyir ki, növbəti hədəfi də daha 5 kəndə kömək etməkdir. I believe one small idea can change many lives, she says. İnanıram ki, bir kiçik fikir bir çox insanın həyatını dəyişə bilər, deyə Leyla bildirir. Leyla continues to inspire others in Kenya and around the world. Leyla Kenyada dünyanın hər yerində başqalarına ilham verməyə davam edir. The passage is mainly about. Mətnimiz əsasən nə haqqındadır? Yəni əsas ideyası. A girl who wants to be a teacher, müəllim olmaq istəyən qız. A village where people grow food, insanların ərzaq yetişdirdiyi bir kənd. A student who helps bring clean water to her village, kəndinə təmiz su gətirməyə kömək edən bir şagird, bəli. A school that builds water tanks for students, şagirdlər üçün su çənləri quran bir məktəb. Doğru cavabımız C variantıdır. Choose the correct answer to the question. Verilən suala doğru cavab vermək tələb olunur. Why did Leyla start the Fresh Water for All project? Leyla nə üçün hamı üçün təmiz su layihəsinə başladı. She saw that people needed clean water. O insanların təmiz suya ehtiyacı olduğunu gördü, bəli. She wanted to be famous, məşhur olmaq istəyirdi. Her parents asked her to help. Valideynləri ondan kömək istədi. She needed a science project for school. Məktəb üçün elm layihəsinə ehtiyac var idi. Doğru cavab A variantı. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Leyla visits schools to. Leyla məktəblərə baş çəkir hansı məqsədlə? Teach children how to build water tanks. Uşaqlara su çəni qurmağı öyrətmək üçün. Collect money for her project. Öz layihəsi üçün pul toplamaq üçün. Give awards to other students. Digər şagirdlərə mükafat versin deyə. Show how to stay clean and healthy. Necə təmiz və sağlam qalmağı göstərmək üçün doğru cavabımız D variantı. Which statements are true according to the passage?
Mətnə uyğun olaraq hansı fikirlər doğrudur? Leyla lives in a large city with clean water. Leyla təmiz suyu olan böyük şəhərdə yaşayır. Xeyr. Leyla's project is only for her school. Leylanın layihəsi yalnız onun məktəbi üçündür. Bu da yanlış fikirdir. The water tank helps more than 300 people. Su çəni 300-dən çox insana kömək edir. Bəli. Leyla started her project when she was 14. Leyla layihəsinə 14 yaşında başladı. 3-4 doğru cavab D variantıdır. Which word from paragraph 3 best fits the following definition? To make someone feel that they want to do something and can do it. Üçüncü abzasda kimsə nəyisə etməyə həvəsləndirmək, bacara biləcəyinə inandırmaq mənasını verən söz hansıdır? Burada inspire, yəni ilham vermək, ruhlandırmaq mənasında doğru sözümüzdür. Choose the correct word, düzgün sözü seçin. The teacher used fun games to the students to learn English. Müəllim ingilis dilini öyrənmək üçün şagirdləri motivasiya etmək üçün burada əyləncəli oyunlardan istifadə olacaq. Yəni motivate, motivasiya etmək, miss, darıxmaq, study, çalışmaq, öyrənmək, finish, bitirmək da doğru sözümüz, doğru cavabımız A variantı. Choose the correct word, düzgün sözü seçin. Children aren't to use mobile phones during the exam. Uşaqlara imtahan zamanı mobil telefonlardan istifadə etməyə yəni ki, icazə verilmir olacaq. Completed tamamlamaq, allowed icazə vermək, played oynamaq, spent keçib. Doğru cavabımız B variantı. Choose the correct meaning of the underlined part. Yəni altından xətt çəkilmiş hissədə sözün mənasını soruşur. They had the opportunity to meet a famous author. Onların məşhur bir yazıçı ilə görüşmək imkanı, fürsəti var idi. Burada fürsət sözü a big problem, böyük problem, xeyr. A long delay, uzun gecikmə, xeyr. A small argument, kiçik mübahisə, o da xeyr. A lucky chance, uğurlu fürsət. Doğru cavabımız D variantı. Choose the correct meaning of the underlined part. Altına xətt çəkilmiş hissənin, yəni sözün mənasını seçməliyik. We expect the results tomorrow. Yəni nəticələri biz sabah gözləyirik. To enjoy something very much, nəyisə çox bəyənmək. To stop doing something suddenly, nəyisə birdən-birə dayandırmaq. To believe something will happen, nəyisə olacağına inanmaq, bəli. To explain something clearly, nəyisə aydın şəkildə izah etmək. Burada doğru cavabımız C var. Write the missing word, buraxılmış sözü yazın, yalnız bir söz. The students finished the school project on own without help from a teacher. Şagirdlər məktəb layihəsini müəllimin köməyi olmadan tamamladılar özləri. Yəni özləri tək başına. Students burada they o əvəzi olduğuna görə burada da aslı yəliyi their. Yəni doğru cavabımız their sözüdür. Choose the correct statement according to the text. Mətnə uyğun olaraq düzgün fikri seçin. On May 5th to 8th, an international robotic exhibition will be held in Tokyo. Mayın 5-8-də Tokyo şəhərində beynəlxalq robot texnologiyalar sərgisi keçiriləcək. Inventors, students and scientists from many countries will join the event. Bu tədbirdə bir çox ölkədən ixtiraçılar, tələbələr və alimlər iştirak edəcək. Burada hansı fikir düzgündür? The exhibition will be held in a small town in Japan. Sərgi Yaponiyanın kiçik bir şəhərində keçiriləcək. The robotics event will happen in Tokyo. Robot texnologiyalar tədbiri Tokyoda olacaq. Bu doğrudur. The event will take place at the end of May. Deməli, tədbir may ayın sonunda keçiriləcək. Yanlışdır. Only local students will take part in the event. Tədbirdə yalnız yerli tələbələr iştirak edəcək. Doğru cavabımız B variantı.
Choose the correct statement according to the text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Got old books lying around. Evinizdə köhnə kitablar var. Donate them and get a discount on your next purchase. Onları bağışlayın və növbəti alış-verişinizdə endirim qazanın. Our bookstore wants to give used books a second life. Kitab mağazamız işlənmiş kitablara ikinci həyat vermək istəyir. Bring your old books and we'll give you 20% of any new book you buy. Köhnə kitablarınızı gətirin və yeni aldığınız istənilən kitaba 20% endirim qazanın. Let your old stories bring you new ones. Köhnə hekayələriniz sizə yenilərini gətirsin. A book store gives free books to customers who donate money. Kitab mağazası pul bağışlayan müştərilərə pulsuz kitablar verir, xeyr. A bookstore offers a discount to people who donate used books. Kitab mağazası işlənmiş kitab bağışlayanlara endirim təklif edir, doğrudur. A bookstore collects new books to give to charity. Kitab mağazası yeni kitabları xeyriyyət üçün toplayır. A bookstore only sells second-hand books. Kitab mağazası yalnız ikinci əl kitab satır. Doğru cavabımız B variantı. Choose the correct variant, düzgün variant seçin. My dad made me the car before going out. Atam çölə çıxmazdan əvvəl mənə maşını yuduzdurdu. Burada məcburiyyət var, yəni birinci qrup feildir, mürəkkəb tamamlıq. Tamamlığın ikinci hissəsində feil tuzsuz məstərlə ifadə olunmalıdır. Yəni boş sadə feil, doğru cavabımız A variantdır. Choose the correct variant, düzgün variant seçin. The teacher encouraged us more questions in class. Müəllim bizə dərsdə daha çox sual soruşmaq üçün ruhlandırdı, həvəsləndirdi. Burada da encourage üçüncü qrup feildir. Yəni tamamlığın ikinci hissəsində biz tuğlu məstərdən istifadə etməliyik. Doğru cavabımız D variantıdır. Choose the correct variant, düzgün variant seçin. I let my little brother up late on Fridays. Burada da mürəkkəb tamamlıq birinci qrup feil etmək. Yəni feilin sadə forması, tılsız forması işlənməlidir. Mən kiçik qardaşıma cümə günləri gec yatmağa icazə verirəm. Doğru cavabımız B variantıdır. Choose the correct variant. Düzgün variant seçin. She asked the guard let her pass through the gate. O mühafizəçidən xahiş etdi ki, darvazadan keçməyə ya da qapıdan keçməyə ona icazə versin. Da ask feili ikinci qrup feildir, ona görə burada tuğlu məstər işlənməlidir, yəni to let olacaq. Artıq digər tərəfdə let olduğu üçün letdən sonra gələn tamamlığın ikinci hissəsi isə sadə, yəni tılsız məstər olmalıdır. Yəni sadəcə pass olmalıdır. Doğru cavabımız C variantıdır. Choose the correct variant, düzgün variant seçin. We are interested in a new language. Biz yeni dil öyrənməkdə maraqlıyıq. Söz önündən sonra gələn feilin forması ing şəklində olur. Doğru cavabımız D variantıdır. Choose the correct variant, düzgün variantı seçin. She doesn't mind with the decorations. Yəni o bəzəklərə kömək etməyə etiraz etmir. Mind feili özündən sonra gələcək feili ing şəklində qəbul eləyir. Ona görə doğru cavabımız A variantıdır. Choose the correct variant. Düzgün variant seçin. Don't make her outside or for too long. Yəni onu çöldə gözlətmə və ya uzun müddət ayaq üstə saxlatma. Bu da make kompleks objekt mürəkkəb tamamlıqda birinci qrup feildir və tamamlığın ikinci tərəfindəki feil formaları tuzsuz, ing-siz, yəni sadə B infinitiv dediyimiz sadə şəkildə verilməlidir. Yəni wait və stand olmalıdır. Doğru cavabımız C variantıdır.
Make up a sentence cümlə qurmaq tələb olunur. Burada da mürəkkəb tamamlığa aid cümlədir. Deyək ki, burada we olsa, we saw the cat, yəni 6-4-3. We saw the cat. So zaten ikinci qrup feildir. Orada tamamlığın ikinci səhvi run və ya running olmalıydı. Bu da run. Yəni pişiyin qaçdığını gördüm. Hara? Into the garden. Into the garden. Doğru cavab C variantı.